15 yaşım var idi. Yani bir gün oturmuşduq da, axşam idi. Biraz ağrılarım var idi. Orada da biraz aptek zat o kənddə biraz yox idi da, yəni. Dedi ağrıyırsan, özü istifadə edirdi. Gəl səni də vurum deyir, ağrılandı yanacaq. Onsa zaten bezmişdim onun hərəkətlərindən, evə laqeyd yanaşmağından, soyuq olmağından. Dedim elə də, tam amma bilmirəm də, yəni tam da bunda görməmişəm ağrıları. Özü həm istifadə edirdi, həm satırdı. Pramol qoluma vurdu. Biraz mənim başım zadım gizəlləndi, pis oldum. Bir gün, 2 gün belə davam elədi də, mənə də xoş gəldi. Yəni dedim, sən insənsə mən də eləyirəm. Yəni bir istəmişiksə bir də ölək. Yəni o uşaqlıq ağılları idi də, indiki baxmayaq fərqi var. Belə getdim istifadəyə. Bir gün ayıldım ki, bunu tutdular. Məndə ağrılar başladı. Anam apardı həkimə, dedilər qızın narkomandır. Elə bir dünya başına fırlandı. Mən də bunu qaybulandım, düşdüm Yasamalın küçələrinə. Adamı axtardım, haradan tapım, necə eləyim. Belə davam elədim bu yola. Pis bir şeydir. Qadın üçün vəbşə pis bir şeydir ki, yəni narkoman kimi tanınmaq. Ana üçün vəbşə, bir ana üçün vəbşə pisdir. Hər bir şey. Yəni hər şey yarım qalır da. Heç irəliləyiş olmur, həyatda baxışın dəyişir.